İmmuniteti güclü saxlamaq üçün nə eləmək lazımdır? İmmuniteti güclü saxlamaq üçün tək bir addım kifayət eləmir. Az yuxu, stress, düzgün qidalanmamaq və günəşə az çıxmaq immuniteti zəiflədir. Araşdırmalar göstərir ki, D vitamini azlığı çox geniş yayılıb. Azərbaycanda xüsusilə payız və qış aylarında insanların təxminən 40-50%-də D vitamini normadan aşağı olur. Bu isə immun sistemi üçün ciddi riskdir. İmmuniteti güclü saxlamaq üçün əsas şərtlər bunlardır. Keyfiyyətli yuxu, balanslı qidalanma, stressin azaldılması, fiziki aktivlik və vitamin mineral balansı. Bu vitaminlərin içində isə D vitamini xüsusi rol oynayır. D vitamini immun hüceyrələrinin düzgün işlənməsinə birbaşa təsir eləyir. O az olanda bədən virus və bakteriyalara qarşı zəifləyir. Araşdırmalar göstərir ki, D vitamini normal olanda insanlarda xəstəliklər daha az olur və daha yüngül keçir. Vacib bir məqam da odur ki, D vitamini ciddi azalarsa təkcə immunitet düşmür. Eyni zamanda yuxu keyfiyyəti pozulur, stressə dözümsüzlük yaranır və bədəndə bərpa prosesi zəifləyir. Hətta digər vitamin və mineralların bədəndə düzgün işlənməsi və sovrulması da çətinləşə bilir. Yəni D vitamini az olanda başqa tədbirlər də effekt verməyə bilir. Əgər tez yorulursunuzsa, əzələ və sümük ağrıları varsa, saç tökülməsi artıbsa, tez-tez xəstələnirsinizsə, bu D vitamini azlığının əlaməti ola bilər. Ona görə də payız, qış aylarında bədənə əlavə olaraq D vitamini dəstəyi lazımdır. Bu halda Multizan D3-ün 10.000 vahidliyi sizin köməyinizə çata bilər. Multizan D3 D vitamini İngiltərə istehsalıdır. Keyfiyyətinə əmin ola bilərsiniz. 10.000 vahidlilik qutuda 30 tablet var və təsəvvür eləyin ki, sizə bu 30 həftə bəs eləyə bilər və yaxud da bir ailədəsinizsə, ailədə 2-3 nəfər varsa, bir neçə ay boyunca bax, bir qutu Multizan D3-ün 10.000 vahidini almaqla günlük D vitamini ehtiyacınızı ödəyə bilərsiniz. Həftədə bir dəfə atmaq kifayətdir, əgər sizdə ciddi defisit yoxdursa. Amma əgər yoxladmısınızsa, ciddi defisit varsa, həkim və əczaçıların tövsiyəsi ilə həftədə 2 və yaxud da 3 dəfə olaraq Multizan D3-ün 10.000 vahidini istifadə eləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Multizan D3-ü isə əksər apteklərdən əldə eləmək olur.